Mən də panik atak keçirmişəm. Birdən ürəyim döyünür, nəfəsim kəsilir, ətrafda olan hər bir şey sanki məndən uzaqlaşır və dünya dayanırmış kimi hiss edirəm. Panik atak səni öldürə bilər? Xeyr, öldürmür. Bu ürək tutması kimi hiss oluna bilir və 10 və yaxud 30 dəqiqə ərzində keçir. Panik atak nədir? İzlədiyimiz səhnə realdır, yoxsa deyil? Gəlin bir yerdə baxaq. Bu tip insanlar şiddətli fiziki reaksiyalar göstərə bilirlər. Məsələn, ürək döyüntüsü, baş gicəllənmə və ya nəfəs darlığı. Burada heç bir real təhlükə olmadan onların beyni ölürəm siqnalı verir. Panik atak niyə yaranır? Səbəb nədir? Stress, travma, böyük həyat dəyişkənliyi, yuxusuzluq və bununla yanaşı bədəndə bastırılmış və ifadə edilməmiş emosiyalar. Hansı ki, gələcəklə bağlı fəlakətləşdirmə düşüncələri. Panik atak gəldiyi zaman nə etmək olar? Nəfəs texnikalarından istifadə etmək olar. Hansı ki, 4, 7, 8 nəfəs texnikası və yaxud səhifəmdə olan digər texnika 5, 4, 3, 2, 1 texnikası. 4, 7, 8 nəfəs texnikası nədir? 4 saniyədə nəfəs alırıq, 7 saniyə saxlayırıq, 8 saniyədə isə yavaş-yavaş buraxırıq.